Salam dostlar, bugün sizinlə bərabər GTA San Andreas 3-cü bölüm çəkirəm. Dostlar, çox sağ olun, dəstəyiniz üçündür. 3-cü bölüm paylaşacağım. Bu videonu like istəyirəm. Bildiyiniz kimi 2 missiya keçəcəyik. İndi başlayırıq. Oyun əslində mən çox geridən başlatdı. Bu Raiden'dan görəvdə. İndi başqa bir görəv girəm, telefon açım. Bağlayırıq. O qədər önəmli deyil. İndi desən nəsə bir drive, nə bilim, qəribə bir missiyadır. Keçə görək də. Necə olacaq? Dostlar, belə sürmək çətindir, amma öyrənmişəm də daha. Xəritəyə baxın, bağışlayın. Haradadır bu? Dönəcəm, hə. Buradan dönəcəm orada. Dostlar, bu adam döydükdən sonra o missiya haqqında heç nə bilmirəm. Dostlar, bağışlayın, onun haqqında heç nə bilmirəm deyə bir şey deyə bilməyəcəm. Çatdıq. Deyəsən, idman yerinə giririk. Deyəsən. Təqib edirik. Öldürün. Dostlar, bağışlayın. Sweet'in evinə gedək. Bağışlayın, Sweet'in evinə gedək. Deyəsən, bu qədər asan missiyaymış. Görək. Necə olacaq? Buradan gedək. Oradan fırlanıb. Pardon. Tam fikirləşdim ki, oradan fırlanıb tam evin içine girəcəyik. Bu video 10 like istəyirəm. Çok beləcəydim. Dostlar, inşallah yaxşı olar. Deyəsən, səhv yoldan getdim. Dalinə. Mən evini satım gəldim də, uzun olacaq. Bəli dostlar, bir saniyələr qaldı çatmağımıza. Əslində satmışım, tapdım. Bizə missiya qutardı. Neyse, mən bunun yanında bir işim var, gəldim. Dostlar, Smoke'un evinə gedirik deyəsən. Big Smoke var ya, onun evinə gedirik deyəsən. İnşallah yaxın olur, bir də özünün yaxındır məncə. Nəqin ki, elimi dedirəm. Bizə lazım idi polisə dəymək. Missiya dayıq özəm, missiyada polis nə əlaqə? Mesela bir iş görək də. Bu bayaq gəldiyimiz Big Smoke'un evidir bura. Bitti. İndi polislərdən qaçıb gələm. Dostlar, polislər də bu dəqiqə qurtardı. Rahat gedə bilərəm də. Buradan azıq xoşum gəlir. İndi deyəsən, 2-ci missiyanızı girib videonu bu qədər tez çətinləşdirməyək də. Gördü ya, alınmırsa 3-cü, 4-cü missiyanı deyək. Belə qutarsın. Missiya qutarıb. 2-ci missiyaya girək. Aslında mənim maşınım deyil. Telefon atım yenə. Dostlar, onsuz da 1-2 saniyəli idi. Belə danışır bağlayıram. İdmana gedib deyəsən. Dostlar, onu like atmanız, Abbasın kanalına abunə olmayı unutmayın. Dostlar, kanalımız çox gözəl olub. Çox gözəl irəliləyib. Neysə. İmantın evinə gedirik deyəsən. Dostlar, gəldim. Bəli dostlar, gəldim. İndi gedirik şeyə. Bilmirəm kimin evidirsə. Maşının indi gələcəyik də, nə eləyəcəyik biz. Ev hardadır? Dostlar, görürsünüz, mən heç nə görmürəm. Buradan dönəcəm, üzəcəyəcəm. Bildim, yol ver. Allah, möhtəşəm. Satırıq demək olar evinə. Dostlar, biraz
pis sürə bilərəm. Bağışlayın. Polisə vurma eləməyim. Mən onsuz da polis... Əslində dostlar, polisdən qurtulmadım, özü gəlmədi. Biz idman yerinə girdik, idman zalına. Bu tapanca. Mən zəhləm etdiyim şey bu da. Belə. İşte asas missiyaları da. Ya. Bunu eləməyi bilmirəm. Bunu vurum da. Yaxından vurum da. Bunu da həll edib gələm. Dostlar, nədənsə bunun səsi kəsildi. Bilmirəm niyə. Missiya elədim, asandı idi. İnşallah xarab olmaz telefonum. Bunu belə edeyim. Xarab olsa da video ancaq səssiz gələcək. Dönüb deyəsən evə gedirik. Bəli, indi gəldim. Dostlar, da rahat olun, videolar gələcək. Dostlar, belə Brawl Stars videosu çəkməyi xoşlamıram. Uğurlu olmadı, yəni yaxşı izlənmir. GTA yaxşı izlənir, GTA-nı görə çəkirəm. Dostlar, 7 dəqiqə videomuz. Yəni bu qədər. Üçüncü missiyaya girək dostlar. Sonrası video 10 dəqiqə keçsin video sonrası. Görə qurtardı missiyamız. Dostlar, bu missiyadan sonra mən heç nə bilmirəm. Onu deyim mən sizə. İndi rahat. İşimiz nəsə görür ya. Nədəyəsə missiya. Valla hiç bilmirəm nesənizə missiyadayım. Üçüncü missiyaya girdim deyəsən indi. Bingo. Bu nədir? Closet shop. Paltar giyinmə yeri. Deyəsən paltar alası var özümüzə deyəsən. Uzun olacaq, mən paltarlarımı alıb gələm. Daha dostlar, missiyamızı bitirdik. İndi daha məncə video bitər də yəni. Sağ olun dostlar, görüşərik.